Marneolidə İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə Çayevində Marneoli Open 2025 şahmat turniri baş tutub. Turnirdə azyaşlı və yeniyetmələrdən ibarət 61 şahmatçı iştirak edib. Tədbirdə Çayevinin rəhbəri Emin Əhmədov, Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Georgi Georgadze və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Murad Muradov çıxış edərək şahmatın önəmindən danışıblar və gənclərə uğurlar arzulayıblar. Şahmatın regionda inkişafı onun ümumi tərəqqisi üçün son dərəcə önəmlidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Marneoli bu sahədə yüksək səviyyəyə çatıb. Bu uğurda əsas rol isə Çayevinə məxsusdur. Bugün 12-16 yaşlı uşaqlar arasında Marneoli açıq turniri keçirildi. Artıq bu gənc şahmatçılar müxtəlif yaş kateqoriyalarında uğurlar qazanır. Gürcüstan çempionatlarında iştirak edirlər. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bugün Teos'ta 12 və 16 yaş kategoriyalı yeniyetmə və gənclərin şahmat turniri keçirildi. Marneoli açıq çempionatı və bunu biz ənənəvi olaraq həyata keçirdik. Hal-hazırda bugün 100-ə yaxın gənc yeniyetmə iştirak edirlər yarışlarda. Bütün qalibləri təbrik edirəm. Gələcəkdə uğurlar arzu edirəm. İsveçrə sistemi üzrə keçirilən yarışda 12 yaş kateqoriyasında Çayevi Şahmat Klubunun üzvü Timur Kələyev 6 xalla 1-ci yerə, Ayhan Əskərov 6 xalla 2-ci yerə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Şahmat Klubunun üzvü Murad Nəbiyev isə 6 xalla 3-cü yerə layiq görülüblər. 16 yaş kateqoriyasında isə Qaraçöpdən Tahir Məmmədov 7 xalla 1-ci yerə, Marneolidən Əli Əliyev 6,5 xalla 2-ci yerə, Qaraçöpdən Bəhlu Quliyev isə 6 xalla 3-cü yerə sahib olub. Qaliblərə kubok və medallar təqdim edilib.